Birincisi də deyil, alqoritm xassəsinə aid deyil. Cavab olacaq Y variantı. Adekvatlıq hara aiddir? İnformasiya xassəsidir. Növlərinə aid deyil. Bayaqdan dəfələrlə saydıq. Mürəkkəb aid deyil. Okey. Xətti aiddir. Diskretlik aid deyil. Dövrə aiddir. Budaqlanma aiddir. Müəyyən də aid deyil. Deməli 1, 3, 6. Kütləvi xassəsidir. Elə birinci alqoritm müəyyən bir sənifdə olan bütün məsələlərin həlli üçün yararlı olması ilə cavab olacaq A variantı. Digərlərinə baxmıram, vaxtımıza görə. Dördüncü sual 3-dür. 3-ün üstünə 4 gələndə elədi 7. 3-ü 7-yə vuranda 21. 21-dən 5 çıxdı. Neçəsi qaldı? 16, 7, 16. 16 ilə 7-ni topladı. A-nın qiyməti neçə verdi bizə? Deməli 23, 2-ni vurdu B-yə, yəni 16-ya çıxdı 23. Cavabı neçə aldınız? 9. 9. 9. Tamam. 5-ci sualda gənclər. Bunun burada biz indi əslində 40-ın aid olduğunu götürməliyik də. İndi siz bu şeydə biraz şey qalırsınız ki, bu variantı götürəsiniz, yoxsa bunu götürəsiniz. Bunun həlli üçün biz burada 2 vurulsun 4 tutaq ki, 6-dır, 2 artır da zaten i-nin qiyməti. Bunu balaca bir qiymətini götürürəm. Tutaq ki, 4-ü götürürəm. İyə i-nin qiyməti 2-dir. 4-ü götürməyək, 6-nı götürək. 4 götürəndə başlama dövrəsi olur. 6. Şərt doğrudur. Baxın, bunu qoyuram. Yalnızca 40-ı görüb. Ödəyirmi? Şərt doğrudur. Hə. Düşürəm aşağı. P bərabərdir. P vurulsun i. Deməli, böyük bir şeylər görəndə daha dəqiq olması üçün daha kiçik bir ədəd götürürük. P bərabərdir. P vurulsun i. 1 2-yə vurdu, 2 elədi. i-nin qiyməti oldu necə? 2-dir. Zaten 4 oldu. Gəldi bura. Şərt doğrudur deyirəm, doğrudur. P oldu neçə? P-ni vurmuşdu i-yə, düzdür. 2-ni vurur, təzədən nəyə? I-yə, 2-yə. Daha doğrusu i-nin qiyməti 4-dür. 2-ni vurdu 4-ə. I də oldu neçə? 6. Gənclər, burada şərt ödənmədi, 6-nı götürmədi, çıxdı. I-nin aldığı qiymət 2 vurulsun 4. 6-nın özünü götürməsi üçün altına xətt olmalı idi ki, P bərabərdir. 2 vurulsun 4 vurulsun 6 olsun. I də olsun 8. Şərt ödənməsin çıxsın. Deməli, mütləq mən bərabərlik halını götürməliyəm. Bu da hansı variantdadır? Gördüm İsmail A variantındadır. Keçirəm növbəti suala, 6-cı suala. X-in qiyməti, Y-in qiyməti verilib. X-in qiyməti neçədir? 10-dur. Y-in qiyməti neçədir? 20-dir. Şərt doğrudur, doğrudur. X-in üstünə 5 gəldi, oldu 15. Y-in üstünə 5 gəldi, oldu 23. Sonra qalxdı yuxarı. X-in qiyməti 15-dir, Y-in qiyməti 23-dür. Şərt doğrudur, doğru. Düşdü aşağı. X-in üstünə 5 gəldi. X-in qiyməti 15 idi, üstünə 5 gəldi 20 elədi. Y-in də qiymətinin üstünə 3 gəldi. Bu da elədi 26. Şərt doğrudurmu? Doğrudur. X-in qiyməti oldu 25, Y-in qiyməti oldu necə? 29. Şərt doğrudurmu? Doğrudur. Yəni təzədən yoxlayacaq, doğru olacaq təbii ki. Sonra yenə x-in qiyməti oldu 30, y-in qiyməti oldu neçə? 32. Düzdür? Şərt doğrudurmu? Doğrudur. Düşdü aşağı. X oldu 35, y oldu neçə? 32-nin də üstünə 5 gələndə 35. Yenə şərt doğrudur, doğrudur. X oldu 40, y oldu deməli 38. Şərt doğrudur, yox. X ilə y-in cəmi eləyir. 40 ilə də 38-i cəmi bizə neçə verəcək? 78 bir variant. 7-ci suala baxaq. 7-ci sualı mənə izah elə görüm. İsmail, 25 dənə düz yazmısan. Müəllim, burada mən ədədləri yerinə qoydum da. Ədədləri yerinə qoydun, tapdın. Ləman əvvəlcədən işləyib. Ləman izah eləsin o zaman. Əsl üstü yazdım. Ləman izah elə görüm. Müəllim, birinci x-in yerinə 2y minus x yazılır. 2y yaza bilərəm. Bura üstə gəlsin. X-in yerinə dedin də, düzdür? Bəli, müəllim. Nə yazıram? Belə. Bəli, müəllim. 4y minus x bərabər olur 21-ə. Y-in də yerinə 2x yazılır. 8x, 7x bərabərdir 21.
x de bərabərdir 3 de bərabərdir x-in üstü 5'e. X de bərabər olur 8'e. İlkin qiymət soruşur da bizdən, düzdür? Uşaqlar, burada deyir ki, ifadənin qiymətini müəyyən edin. Burada hansı olacaq? Bunun üçün biz bir rahat yol eləyək. Burada hansı qiymətlər var? K-nın qiyməti 1-dir, hər dəfə də mənfiyə vurur. Amma mənfini harda icra edir bu? K-ya çevirirmi? Heç K-ya vurmur. K bərabərdir. A, vurur burada. P bərabərdir, P vurulsun İK. Bunu da balaca bir ədəd qoyub yerinə götürə bilərik, istifadə edə bilərik. Amma baxaq görək bizim üçün daha rahat hansı üsul var burada? Yerinə yetirəcəyimiz. Hə, Türkiyə, necə yazsam rahat olar mənim üçün? Türkiyə, Bəli. bunu hansı üsulla yazsam ki, mənim üçün daha rahat olar? Bu qədər dövrə. Müəllim, mən variantlarından uyğunlaşdırmışam. Ona görə doğru cavab almışdım. Okey, Rəna, sən? Yəni, mənfi var deyə, K-nın mənfi qiyməti vurur deyə hamısı plus olan götürməyəcəyik variantlarda. Amma Ona görə K-nı bir diqqət də elə, gör harda vurur? Ay, Rəna. vurur, ancaq istəyim mənfi qiyməti alacaqda hamısı müsbət olanları götürməyəcəyik. Variantlarda da variant var. Aha, tamam, getdilər onlar. Sonra bir də biz sürətdə olan qiymətlərə baxırıq ki, orada i böl p-dir. Aha, Hər dəfə biz, yəni 1 ola bilməz də, məxrəclər də aha. i özdə atacaq. Bunu buradan attın da, düzdür. Bir də pluslar attın. Aha, A və Y variantları arasında qalırıq. Orada da P hər dəfə özü yeni bir qiymət alacaq deyə eyni məxrəcdə ola bilməz. Qalır A variantı. Belə, bunu da eləyə bilərsiniz. Ya da ki, n-in yerinə məsələn balaca bir qiymət qoya bilərsiniz 4 və bundan yavaş-yavaş eləyib o cürdə ala bilərsiniz. Çünki s-in üstünə hər dəfə gəlir, o qiyməti s-ə bərabər eləyirdi. i bölünsün p. i-nin qiyməti nədir bizdə 1-dir. 1-i böləcək nəyə? P-yə. Bax, ilk böldüyü şey nədir? P. P nədir? 1-dir. 1-i 1-ə böldü. Sonra i-nin üstünə 1 gəldi. Sonra mənfi k. K elədi. K bayaqlarım müsbət idi, düzdür. Üzə mənfi elədi K-nı. Bura keçdiyimizdə mən P-nin də üstünə gəlir, baxın. i vurulsun K-nı. i vurulsun K-nın üstünə gəlir. Bax, bu ki P-miz var idi burada. Bax, hər dəfə P-nin buradakı qiymətini gətirib, yeni qiymətini gətirib burada yerinə qoyacaq. Ona da diqqət edirik. Sonra, bura baxaq. Bu onsuz sadə budaqlanan alqoritimdir. X-in qiyməti 3-dür, Y-in qiyməti 2-dir. Şərt doğrudurmu? Yox. Keçirəm, bura Z-in qiyməti 6-dır, Y-in qiyməti 2-dir. Şərt doğrudurmu? Hə. Onda bura keçirəm. X ilə Y-i toplayır. X ilə Y bizə neçə verəcək? 9. X ilə Z topladı. 9 ilə Z. Z-in qiyməti neçədir? 6, 15. D-nin qiymətini çap edəcək. 15-də çap etdik. X-in qiyməti mənfi 9. Y-in qiyməti 2-dir. Gəlirəm, mənfi 9 və 2-ni daxil edir. X bərabərdir. X ilə Y toplayır. Mənfi 9-un üstünə 2 gələndə elədi mənfi 7. Gəlirəm, bura düşürəm. Bax, bu sadəcə işim oxları takib eləməkdir. Mənfi 9, Y-in qiyməti neçədir? 2-dir. Şərt doğrudur. Hə, qalxdı yuxarı. X-in qiyməti olacaq. Bu dəfə yenə Y gələcək də üstünə. Y-in qiyməti 2-dir və Y-in qiyməti dəyişmir. Onda eləyəcək mənfi 5. Yenə şərt doğrudurmu? Doğrudur. Yəni 2 mənfi 5-dən böyükdür. Sonra X-in növbəti qiyməti 5-in üstünə 2 gələndə eləyəcək mənfi 3. X-in növbəti qiyməti yenə şərt doğrudur. Mənfi 3-ün üstünə 2 gələndə elədi mənfi 1. Gəlin buradan sonrasını yoxlayaq. Mənfi 1. Y-in qiyməti neçədir? Bizdə 2 stabil qalıb. Şərt doğrudur. Hə, yenə yuxarı qalxdı. X bərabərdir. Mənfi 1-in üstünə 2 gəldi. 1 elədi. 1, 2. Şərt doğrudur. Hə, yenə qalxdı yuxarı. X-in üstünə gəldi. Yenə 2, 3 elədi. Y-in qiyməti X-in qiyməti 3-dür, Y 2-dir, şərt doğrudur, yox. Bizdən də nəyi soruşurdu? Sonuncu X-in qiyməti. Yox. Şərtin neçə dəfə yoxlandığını soruşurdu. Mən də şərti çoxunu yoxlamadım. Amma buradan bəllidir də neçə dəfə yoxladığım. Bax, şərti bir dəfə yoxlamışam. 2 dəfə bu qiymət üçün, 3 dəfə, 4 dəfə, 5 dəfə, 6-cı dəfə də yoxlayıb çölə çıxmışam. 6 dəfə şərt yoxlamışam. 10-cu sual, 11-ci sual. 11-ci sualda nə deyir bizə? Sadə addımlardan təşkil olması nədir? Diskretlikdir.
12-ci sualı baxaq. Uşaqlar, burada zaten variantla işləməliyəm ki, yerinə yetirməliyəm. Deyir ki, buradan 5-i, məsələn, 5-dən 25 alması üçün 2 dəfə 2-ni yer. 2 dəfə 2-ni bunu deyir yerinə yetirib. Yəni, 5-i vurub 2-yə, 10, onu təzədən vurub 2-yə. Yəni, ikinci bu addımları bildirir. Üstünə 1 gəlib, yəni 5 gəlib, eləyib 25. İndi biz burada 32 almalıyıq 3 ədədindən. Başlanğıc ədədimiz 3-dür. Məsələn, A variantını yerinə yetirək. 1, 1, 2, 1-dir, düzdür. Birinci veriyə A-nın qiyməti neçədir? 3. 3-ün üstünə birinci yerdə nə durub? 5 gəl. Elədi 8. Bir dənə də deyir 5 gəl. Getdi, bunları yerinə yetirdim. Elədi neçə? 13. 2-yə vur. Vurdum 2-yə. Elədi 26. 26-nın da üstünə 5 gələndə elədi 31. Biz 32 almalıyıq. D variantını yerinə yetirək. D variantı nədir? 2, 1, 2, 1, 1. 2-nin qiymətinə baxıram. Deyir 2-yə vur. Başlanğıc qiymətim nədir? 3. 3-ü vurdum 2-yə. Sonra deyir təzədən 1-i yerinə yetir. 1. 3-ü 2-yə vurdum. 6, 6-nın üstünə birinci yerdə duranı yerinə yetirən nə gələcəm? 5. Elədi 11. Bax, burada 11 qiymətini aldım. Sonra deyir təzədən 2-ni yerinə yetir. 11-ni vurdu 2-yə, nə alacaq? 22. Deyir, sonra təzədən 1-i yerinə yetir. Üstünə 5 gəldi, elədi 27. Deyir, təzədən 1-i yerinə yetir. 1-də nədir? Plus 5, elədi 32. Elə cavabımız nədir? D variantıdır. Yararlı olması üçün hansı xassə lazımdır bizə 13-cü sualda? Təbii ki, kütləvilik bütün siniflər üçün yararlı olması üçün 14-cü sual zaten başlanğıc və sondur, rahat qiymətli. 15-ci sualda xassələri seçirik. Kütləvilik, diskretlik, bir də ki, nəticəlik bunlar xassələridir. 16-cı sualda görək nəyi tapır? 100-ə qədər 100-ün özünü götürmür. 2 artırır n-in qiymətini, s-in də qiymətini, s-lə d-ni toplayır. Deməli, 2 artırırsa hansı ədədləri götürəcək? Cüt ədədlər. 100 daxildirmi? Xeyr. Bəli, xeyr. Onda nə deyirik? 100-ə qədər cüt ədədlərin cəminin tapılması. Haradadır bu? A variantı. A variantında var. Bəli, 100-ə qədər cüt ədədlərin cəminin tapılması. 17-ci sual tipində bayaq işlədik. Bayaqdan mən Instagramda çəkib paylaşmışdım. Gənclər, dövrün sayı bəlli deyil deyə mən dövrün sayı nə götürürəm? K. K burada nədir? Dövrün sayını K götürürəm. Və mənim giriş qiymətim hər ikisində olduğuna görə yazıram ki, A bərabərdir. Bax, bunu gətirib yerinə qoyuram. A-nın giriş qiyməti nədir? 1 üstə gəlinsin 2. Neçə dənə 2 gələcəyi məlum deyil deyən, ona görə 2K yazıram. Dövrün sayı, yəni neçə dəfə dövr davam eləsə o qədər 2 gələcək. İndi B-nin qiymətini alıram. B də bərabərdir. 1024-dən çıxıram 3-ü. Amma neçədən 3 çıxa bildiyimi, bilmədiyimə görə 3K. Dövr nə qədər davam etsə o qədər də 3 çıxacaq. Onu bildirir. Keçirəm bura təzədən. Burada şərt nə olmalıdır bunun yox olması üçün? Tərsinə olmalıdır da. Yəni A B-dən böyük olmalıdır ki, şərt ödənməsin. İndi həm A-nın, həm də ki B-nin qiymətini gətirib burada qoyuram yerinə. A-nın qiyməti yuxarıda yazmışam. 1 üstə gəlsin 2K. B-nin qiyməti nədir? 1024 çıxılsın 3K. Bu da K-lar bu tərəfə gedəndə eləyir 5K. 1023. K neçə verəcək bizə Firuz? 205. 205 müəllim. 204 tam nə qədər eləyir, amma dövrün sayı olduğuna görə 205. K 205 oldu. Bizdən də B-nin son qiymətini soruşduğuna görə zaten B-nin son qiymətini biz burada yazmışıq. Amma burada yazmışıq ki 1024 çıxılsın 3K. K-nın qiymətini tapdığımda 205-dir. Ona görə K-nın yerinə gətirib yazıram 205. B-nin son qiyməti verəcək. O da mənə verəcək 409. Deyir, nim neçə dəfə çapa verirlər. N-in qiyməti 10 daxil etsin. N-in qiymətini 10 daxil edirəm uşaqları buradan. Şərt doğrudur, hə. Bax, buradan bir dənə xətt qoydum, dimi çap elədi. N-dən çıxır A-nı. A-nın qiyməti neçədir? 3. N-in növbəti qiyməti olacaq neçə? 7. Bu arada A-nın qiyməti dəyişir, dəyişmədiyinə görə elə burada 3 yazıram. Şərt doğrudur, hə. Bir dənə də çap elədi. 7-dən 3 çıxdı, N-in qiyməti oldu 4. Şərt doğrudur, hə. Bir dənə də çap elədi. 4-dən 3 çıxdı, qaldı 1. Şərt doğrudur, hə. Bir dənə də çap elədi. 1-dən 3 çıxdı, qaldı neçə? -2. Qalxıram yuxarı, şərt doğrudur, yox. Yox olanda burada bir dənə də dimi çap eləyir. N üstünə gəlir 4. N-in qiyməti neçədir bizdə? -2 elədi 2. 12-dən böyükdür. Hə, qalxdı yuxarı. Bir dənə də burada çap elədi. Sonra 2-nin üstünə 4 gələndə 6 elədi. Şərt doğrudur. Mən haradasa itirdim, nəysə amma.
Şərt doğrudur, hə? Qalxdı yuxarı, bir dənə də çap elədi. Düşdü aşağı, neçə verdi? 10, şərt doğrudur. Hə, bir dənə də qalxdı, bunu da çap elədi. 14. Mən hardasa bu xətti qoymağı itirdim, amma olsun. Da getdi. Yoxda da bir dənə də dimi burada çap eləyəcək. Bir dənə, 1, 2, 3, 4 dənə burada elədik. 1, 2, 3, 4 dənə də burada elədik. Neçə dənə elədik? 9 dənə. Ümid edirəm ki, səhvə yol verməmişik. Diqqətimizdən yayınmayıb. Yayınmasa da heç nə uşaqlar bir də təzədən öz söyləyin. 19-cu suala baxırıq. 19-cu sualda deyir ki, şərt blokundan neçə dəfə istifadə olunur? Bir dənə 0 yazıram. Burada deməli 4. 1 yazım hələ. 1, 2, 3, 4, 5, 6, 7. Burada da mənfi ədədlər. Okeymi? Mənfi 5 də yazım. Birinci hala baxıram uşaqlar. Hansı ədədlər götürülür? Mənfi 5-dən hansı ədədlər götürülür? Kiçik yoxsa böyük? Kiçik. Kiçik ədəd. Mənfi 5-dən kiçik ədədlər hansılardır? Mənfi 6, mənfi 7, mənfi. Deməli, bax, mənfi 5 özü daxil olmaqla mənfi 4-də qalmışıq. Bütün ədədləri götürdü bura. Mənfi 5 və 1 aralığında, 5-in özünü götürülmüşdü onsuz. 1 aralığında ədədlər üçün də buradadır. 1-in özünü götürmür, ona görə bax, burada da bir dənə şərt bloku getdi. 1 özü hələ qalıb. 1-i burada götürdü, 3-cü şərt blokumuzda. Birdən böyük ədədlərin hamısı da sonuncu. Biz də sonuncu şərt bloku bütün ədədləri ödədiyinə görə sonuncu şərt blokunu çəkmirik. Əgər ödəməsəydi sonuncu şərt bloku nə edəcəkdik? Çəkəcəkdik. Ona görə cavabımız nə oldu? 3 dənə. Onsuz yadınızda saxlayın ki, cavab ya 3-dür ya 4-dür. Yəni 2, 1, nə bilim 5, 10 çıxma. Neçə dənə şərt var? 2, 4 dənə şərt var. Ya cavab 3-dür ya 4-dür. Yəni ya özüdür ya özündən bir vahid azdır. 20-ci suala baxıram. Budaklanan alqoritm dövrü və xətti. Elə budaklanan alqoritmə nə gedir burada? 1 ilə A gedir də, xətti dövrü. Hə, variantla veriblər. Nə gözəl. Xətti alqoritm Y-dir. Burada xətti alqoritmə Y getdi. Budaklanan alqoritmə A getdi. Dövr alqoritm hansıdır? Kompüterin endirib qaldıra bilmirəm. Dövr alqoritm B-də verilib, bir də harda verilib bizə? Gəlir təzədən D-də verilib. Budaklananda C də var bu arada. Budaklananda A, C, dövrüdə də dedik hansıdır? D ilə nə hansı tərfi dedim? Unuttum. D ilə B. Hansı variantdır bu? A, C, D, B, Y. A, D, A, C, D, B, Y. Varmı belə bir variantımız? Bəli, A variantında. Heç bir addım buraxmadan, təkrarlanmadan bütün addımların tam yazılmağı hansıdır? Təkrarlanmadan, təkrarlama yoxdur. Tam yazıldı mı xəttidir. Ardıcıl yerinə yetirilirsə xəttidir. 22-ci suala baxırıq. X üstəgəlsin Y. 3 ilə 4-ü topla. Burada hələ toplama var. X-in üstünə 1 gəldi. Neçə elədi? 4. Y-dən də X-in çıxdı, qaldı 2-sin. X-dən Y-i topladı. 4 ilə 2-ni topladı. 6 sıfırdan böyükdür, qalxdı. X-in üstünə 1 gəldi. Elədi neçə? 5. Y-dən də 2 çıxdı. 2 qalmışdı. Zaten elədi 0. 0 ilə 5-i toplayanda 0-dan böyükdür. Yenə qalxdı yuxarı. X qiymət oldu 6. Y-dən 0-dan 2-sin çıxdı, mənfi 2. 4 elədi, qalxdı yuxarı. 7 elədi, mənfi 2-dən 2-sini çıxanda elədi, mənfi 4. 7 ilə 4, 3 eləyəcək. Şərt doğrudur. Mən 50 sənə qulaq asmıram. Çıxmaq istəyirsənsə çıxma, icazə də vermirəm. 8, 4, burada elədi, mənfi 6. Mən sual verirdim. Mənfi 6, yaxşı onda baxın. 8 ilə mənfi 6-da nə verir? Müsbət 2 verir, yenə də 0-dan böyükdür. Yuxarı qalxdı, bu oldu 9, bu oldu neçə? Mənfi 8, 2 çıxdı da yenə şərt doğrudur. Bu oldu 10, bu oldu mənfi 10, 0 qaldı, yox. Bizdən nəyi soruşurdu? Y-in son qiyməti, zaten Y-in son qiyməti mənfi 10-dur. Y variantı. 23-ə keçək. 23 də bayaqki sual tiplərindən də qoyun bir dənə də əlinin sualına baxıb sonra davam edin bəlkə. Tak. Nəsə oldu? Firuz da yazıb silib. Yüzün özünü orada daxil eləməyib baxı.
Birdən 100 özü cüt ədəd deyildi. 100 olanda n-in qiyməti sıfırdan başlayır. 2 artırır Əli. 100 qiymətini al. Keçməlidir ki, yoxa getsin. Bildim də 100-ün özünü alanda da yoxa gedirdi Əli. Hə, mən bildim, böyük bərabər kimi fikirləşdiniz, durursan. Nəysə. Harda qalmışdıq? 23-cü sual. 23-cü sualda bayaqlarımız həll etdiyimiz sual tipləri nəndir? K-nın qiyməti ən kiçik natural qiymətini axtarır K dəyişənin. X-in qiyməti, K-nın giriş qiymətini bilmirəm nə qədərdir, amma çapa gedib 63. 63. X-in başlanğıc qiyməti 3-dür. Üstünə neçə dənə 12 gələndə 63 almısınız uşaqlar? Dövrün sayını tapırıq. Neçə dənə gəldiniz? 5. 5 dəfə. Deməli, bir 5 dəfə biz də sizin ən kiçik natural ədəd deyir, amma gəlin biz hər ikisini tapaq. Həm böyük, həm də kiçik tapaq. Bir dövrə 5 dəfə girəcəm, bir də dövrə 4 dəfə girəcəm. Hər ikisi ilə girəcəm. Düzdür? Rəna, sən bayaqların bu suallarda yox idin, gəlib səndən bir yerdə işləyək. Davamı nətər iş gətirim, Rəna? Zaten ikisinin işim bitdi. Dövr üçün lazım. 5 dəfə dövrə giribsə kanunun üstünə 5 vur 5 gələcək. Aha, O da böyük bərabərdir 100-dən. aha. K böyük bərabər olur 75-dən. Bir dəfə də 4 Evet. dəfə ilə girək. Bəlməm 4 dəfə ilə gələndə ən böyük tapmaq. Mhm. 22 olur 100-dən. 100-dən. Burada K neçə olur? Ən kiçiyi 80. 80. Deməli, minimum qiymət neçədir? 75. Maksimum qiymət 79-dur. Bizdən də ən kiçik qiyməti soruşduğuna görə minimum qiymətimiz olur 75. 36. 24-cü sual. Uşaqlar 24-cü sualı qoymayın qıraqda yazın. Bunu bayaqki sularla eləyə bilməyəcək. Sadəcə elə 4 dəfə dövr verdiyinə görə 4 dəfə ilə işləyəcək. Mən bu niyə işləmir? Dəqiqə. Diqqətiniz burada olsun. Qoymayın bunu mən işləyim. Dövrümüzün sayı bəllidir. 4 dəfə girib dövrə. 4 dəfə. Mən də 4 dəfə dövrə girib çıxacam. P-nin qiyməti də 36-dır. Bu 36 da mənə lazım olacaq. Gəlirik birinci dövr. Bax, birinci dövrdə girirəm. P bərabərdir. P üstə gəlsin K. P-nin də başlanğıc qiyməti 0-dır. 0 üstə gəlsin K. Bu bizim birinci dövrümüzdür. K da bərabərdir. K-nın da qiymətini bilmirəm neçədir. 2-sini çıxdım. İkinci dövrümüzdə P-nin qiyməti K-dır da 0 ata bilərəm. K üstə gəlinsin yenə K. K-nın qiyməti nədir bizdə? K çıxılsın 2-dir. K çıxılsın 2-ni gəldim üstünə. K da bərabərdir uşaqlar. K çıxılsın 2-dən bir dənə də 2 çıxacaq. Bunu da sadələşdirməliyəm də mənə. K çıxılsın 4 verirmi? Yəni sonuncu qiymət budur. Üçüncü dövrə girəcək. Yenə P-nin qiyməti nədir bizdə? K üstə gəlinsin, K çıxılsın 2. Bir dənə də K-nın qiymətinin yeni qiymətin gələcək. K çıxılsın 4-ü gələcək üstünə. K-nın da qiyməti, day bunu sadələşdirdik. K çıxılsın 4-dən bir dənə də 2 çıxacaq. Eləyəcək K çıxılsın neçə? 6. Dördüncü dövrdə P bərabərdir. K üstə gəlinsin, K çıxılsın 2, üstə gəlinsin, K çıxılsın 4. Bir dənə də üstünə gəlirəm, K çıxılsın 6-na. K çıxılsın 6-dan bir dənə də 2 çıxdığına görə K-nın qiyməti olacaq. K çıxılsın 8. Dövr bitdi uşaqlar. Amma mən dəqiq bilirəm ki, P-nin qiyməti nədir? P-nin qiyməti budur və sonda nəyə bərabər olub? 36-ya. K üstə gəlinsin, K çıxılsın 2, üstə gəlinsin, K çıxılsın 4, üstə gəlsin, K çıxılsın 6, bərabərdir 36. Burada da neçə K eləyir? 4K, 2 çıxılsın 12, bərabərdir 36, 48, 48 də 4-ə bölən neçə düşür? 1, 2, 12. K-nın qiyməti 12-dir. K da öz qiymətin N-dən aldığına görə N-in başlanğıc qiyməti ilə olacaq 12. Oldu mu? Davam edirik. Uşaqlar deyir, ilkin qiymət 14 olarsa 25-dir. Heç nə deyirsən, bunun içində yeri yoxdur. İlkin qiymət olarsa alqoritm istəyişənin qiymətini müəyyən edin. 14 ilə giriş eləmişəm. 14 ilə düşürəm aşağı. Şərt doğrudurmu? Doğrudur. X bərabərdir. X çıxılsın 3. X-in qiyməti oldu 11. 11 böyükdürmü i-dən? 1-dən. Deyirəm ki, hə, i-ni vurur 2-yə. I-nin başlanğıc qiyməti nədir? 1. 1 2-yə vurdu, 2 elədi. Gəldi bura. S bərabərdir. S 0-dır.
2-ni də vurdu x-ə. X-in qiyməti bizdə nədir? Giriş qiyməti. Heç bilmirəm. Harda dəyişdi x-in qiyməti? Hə, 11. 11-i də 2-yə vurdu. Elədi neçə? 22. S-in qiyməti oldu 22. S hardasa dəyişmişdimi? Yox. Qalxdı yuxarı təzədən. X-in qiyməti 11-dir. Bəli. Şərt doğrudurmu? Doğrudur. Təzədən x-də 11-dən çıxdı. 3-ün neçəsi qalacaq? 8. 8 böyükdürmü i-dən? I-nin qiyməti neçədir? 2-dir. Hə? I-ni bir də vururam 2-yə. I-nin qiyməti nə idi? 2. 2-ni 2-yə vurdu. 4. S bərabərdir. 22 üstə gəlsin. 2 vurulsun x. X-in də qiyməti 8-dir. 22 ilə də 16 bizə nə verir? 38 verə bilər. 38 verə bilər. X-in qiyməti neçədir? Baxaq görək. 8-dir. Şərt doğrudurmu? Doğrudur. X-in qiyməti olacaq 5. I-nin qiyməti neçədir? I-nin qiyməti 4. Şərt doğrudur yenə. Hə? I-ni vurdu 2-yə, 4-ü 2-yə vurdu 8. S bərabərdir. S 38 üstə gəlinsin. 2-ni vurdu yenə x-ə. Yəni 2-ni vurdu 5-ə, 10 elədi. Bu da elədi 48. Qalxdı yuxarı. X-in qiyməti 5-dir. 5 böyükdür 0-dan. Hə? X-i 3 vayda azaltdı elədi 2. 2 böyükdür i-dən. I-nin qiyməti 8-dir. Yox. I-ni 2 vayda artırıldı. I elədi 10. Yenə təzədən gəlib bunun yerinə 10 yerinə yetirirdi. 48-in üstünə gələcək 4. 52 eləyəcək S-in yeni qiyməti 52-dir. Qalxdı yuxarı. Yenə şərt doğrudurmu? Yəni harda qalmışdıq? Bir dəqiqə itirdim. Orada elə bir səhv yazdı. Yoxsa Harda elədim səhv edib? İndən düzəldək. qaldı 1 qalırdı mənim x1 qiyməti qalırdı. 2 ons. 14-dən 3 çıxdım. Neçəsi qaldı? 7, 5, Yox, 14 ilə giriş eləməyib. 14-dən 3 çıxan neçəsi qaldı? 1, 11-dən 3 çıxanda 8. 7, 8, 8-dən 3 çıxanda 5. 5-dən 3 çıxmışam 2 qaldı. Şərt doğrudur. İndi baxarıq da şərt doğrudur, doğrudur. Təzədən 2-dən 3 çıxan neçəsi qalacaq? -1. Düşdü aşağı yenə onsuz şərt doğru deyil. I alacaq hansı qiyməti? 10 idi da. 12 qiymətin. S-in qiyməti də olacaq 52. 2-ni də vuracaq -1-ə. S-in qiyməti olacaq 50. -2 eləyəcək. 50-dən də 2-sini çıxanda, 52-dən də 2-sini -2-ni çıxanda 50 qalmır. Həmən Bizdən də S-in qiymətini soruşur. S-in qiyməti elə 50 elədir. Cavabda səhvdir. Mən səhv eləmişəm. düzü mən. Amma yorucu sual idi uşaqlar. Yoruldum. 25. 25 yox, 25 ilə deyə bilsin. 26. 26-cı suala baxaq. E-nin qiyməti və P-nin qiymətləri verib. E-nin qiyməti neçədir bizdə bilmirəm. Bayaqki sualdan uşaqlar işlədiyimiz sual tiplərindən bunu işləyir Firuz. De görün Firuz yazım tez ol. Mən bir dəqiqə. Bəli. 320 olub. Aha. Hardan almışıq 320-ni? P-dən. 5-i neçə? P-ni deməli müəllim. Neçədən neçəyə vurub 320 alıb? Dövr neçə dəfə davam edib? 160 dəfə gedib onda. Yazmamışdım onu mən. 6 dəfə dövr edəm. 6 dəfə. 5-i 2-yə vurdu 10, 10-u 2-yə vurdu 20. Mənim 64, o da 6 dəfə olmalıdır. Çünki 20. Aha, Beşə 6 dəfə dövrümüz 6 dəfə girib. Gəlin biz həm minimum, həm də maksimum qiymətini tapaq. Bir dəfə də 5 dəfə girəcək. Bir dəfə 5 dəfə, bir dəfə də ay bu niyə rəngli göstərmir? Hə. Bir dəfə 6, bir dəfə də 5 dəfə. P ilə işimiz qurtardı. Zaten dövr üçün bizə lazım idi. 50-dir. N-dən də hər dəfə çıxır. N çıxılsın 8 vurulsun 6. Burada şərt ödəməyib ki, yoxa gedib. Düzdür? 150-dən. Aha, N-in qiyməti neçə olacaq? 2. 98. 98. 98. Sonra bir dəfə də 4 şeylə girək. 5. Aha, N çıxılsın, 8 vurulsun 5, 50. Bu arada burada şərt, Burada müəllim Burada böyle şərt- olmadı. şərti dəyişmədim. Yox, sorry. Yox, Bunu düz aşağıda, yazmışam. aşağıda. Aşağıda bir problemimiz yox idi. Bu dövrə bundan Hə. girdiyinə görə şərt qalır. Burada da neçə olacaq? 90. 90. Minimum qiymətimiz 90-dır, maksimum qiymətimiz 97-dir. 97. Bəli, maksimum qiymət 97-dir. 27-ci suala baxaq. Bu nədir? Verilənlərin daxil olması 1-ə getdi. Sonra alqoritmin sonu nə ilə göstərilir bizdə? 3 ilə. Bu
Bura getdi. Nəticələr çap olunur, yenə 1-də çap olunur da, düzdür? Burada şərtin yoxlanması 2-dədir. Sonra alqoritmin başlanğıcı da elə buradadır. 28-ci suala baxaq. A və B qiymətin ilkin qiymətləri daxil edilir. Yəni A və B-nin qiymətini daxil edir. Burada daxil edirəm, orada şey də yaxşı deyil. A və B-nin qiymətini daxil elədim. Düşdü aşağı. Bir əgər A B-dən böyükdürsə, bax bunu deyirəm. Düşsün həyə. Üçüncü addımı yerinə. Gedirəm üçüncü addımı. 3 ilə 4 zaten dalbadal yerinə. 10 vayd artırıram A-nın qiymətini. A bərabərdir. A üstə gəlsin 10. Sonra nə edirəm? Burada da deyir ki, B-nin də qiymətini 3 vayd artır, təzədən 2-yə qayıt. Geçirin. B-nin də qiymətini 3 dəfədir. B bərabərdir. 3 vurulsun B-yə. Təzədən 2-yə qayıdır deyəndə, yəni bura qayıdıram da 2 bu şərtə. Görüm yoxdur. Əks halında nə deyirdi? Əks halda 5-ci addıma keçdirdi. Bir B dəyişəninin A dəyişəninin üstünə, yəni A bərabərdir A-nın üstünə B-nin 2 mislini əlavə elə. 2B-ni əlavə elə, yəni 2B-ni əlavə elə, sonra da A-nı neynə çapa ver. Heç nə, A da gedir çapa. 29-cu sual. Uşaqlar, mən bunu burada yaza bilməyəcəm, çünki gözüm ağrıyır o şeylərə baxanda. N ədədi daxil edilərsə, müsbət olanların ədədi ortası mənfilərin hasılı. Uşaqlar, nə edirik? N ədədini daxil edirik. Zaten biz N ədədini daxil etməklə bağlı bir problemimiz elə bilirəm ki, yoxdur. Ya da mən elə düşünürəm. Necə mübarək insanıqsa. N ədədini daxil edirəm. İstifadəçi. Deyir ki, en sayda ədədin müsbət ədədlərin ədəd ortası. Bax. E-sə verirəm 0. Ədəd orta deyir deyən K-ya da. Bax, bu x ilə mən ədəd ortanı tapacam. S ilə cəmləyəcəm, ədəd orta. S ilə cəmləyəcəm, cəm üçün götürürəm. K bərabər 0-ı da say üçün verirəm. Sonra mənfi ədədlərin hasilini H-a verirəm 1. Deməli, bundan nə tapacam? Hasil tapacam. Dövrün davam etməsi üçün mənə bir dənə də i qiyməti lazımdır. 1 verirəm. Düşür aşağı. Ehtiyac olsa sonradan nəsə əlavə edərəm. Nə qədər ki, şərt doğru dövr davam edesin. Hər halında müsbət və mənfi olub olmadığını yoxlayır. X 0-dan böyüksə, deməli, bu müsbətdir. Müsbət ədədlərin ədəd ortasını dedi. Onda en sayda ədəd daxil edirik uşaqlar. Heç mən ədədi daxil eləmədim. Demirsiniz ki, ay mənim. İstifadəçi ürəyi istədiyi ədədləri daxil edir. Onda istifadəçi bu x ədədini daxil elədi. Sonra bu daxil etdiyi ədədin müsbət və mənfi olub olmadığını yoxlayır. Həyə gələcək, müsbətdir də 0-dan böyük. S bərabərdir, S üstə gəlsin x. K da bərabərdir, K üstə gəlsin 1. Bu ədəd orta. Yox da, bunun 0 halda var axı. Düzdür. Elə yazıram, x 0-a bərabərdirsə, hədə heç nə eləməsin, düşsün aşağı. Yoxdur, amma day 0-a da bərabər deyilsə, 0-dan da böyük deyilsə mənfidir. H bərabərdir, H-ı vursun nəyə? X-ə. Düşsün aşağı, bu yoxdur, heç nə eləməyəcəkdir. Yuxarı qalxanda da i-nin qiymətini hər dəfə artırsın. 1-1 artırsın. Və qalxıram yuxarı, bura. Yoxda. Çapa verəcək nəyi? Ədəd orta. S-i böləcək K-ya. Ədəd ortanı tapdı. Bir də H-ı verəcək. Mənfi ədədlərində hasilini tapdı. Oldu mu? Sonra uşaqlar 30-cu sualla bağlı belə bir problemimiz var idi. Mən bu 30-cu sualı bir dəyişən üzrə də apara bilərəm. Bir dənə i götürərəm, qiymətlərini qoyaram. Zaten elə yazanlarınız da var, bəziləriniz ümumiyyətlə çətinlik çəkmisiniz. Uşaqlar, mən heç bir şey haqqında məlumatım yoxdur. Olar ki, mən heç bir şey haqqında məlumatım olmasa da bunları tək-tək dəyişən verim. Bir dəyişəndən işləyə bilmirəm də, bacarmadım bunu, düzdür? Heç nə, bax, buradakı 1 üçün bir dənə dəyişən götürək. Bax, bunu A yazıram. Bir dəyişəni, bir dənə ilə işləyə bilmirsiniz də. Nə qayraq? Öldürəsi deyilik ki, sizi. Bax, bu 2 üçün i yazıram buna. Həm də dövrün opşu gedişatımından eləyəcəm. Bu vurulsun 2 üçün də bir dənə deməli, nə götürüm? H götürüm. Bax, buradakı 2. Bax, buradakı i 1-1 artır. Buradan yazıram, deməli, i bərabərdir. i-ni 1-1 artıracam. Buradakı 2 4-ə gəlir h. H nə qədər artıracam?
2, 2. A da 1-dən 3-ə gəldiyinə görə A-nı da necə artıracağam? Yenə 2, 2 artıracağam. Bizə qutardı getdi. Bir dənə də müsbət mənfi üçün də K dəyişəni götürəcəm. Həm x-i daxil edirik, həm də n-i. Düşür aşağı, qiymət veririk. Təkcə i ilə də verib həll edə bilərik çox rahatlıqla. Yox, çətinlik çəkiriksə, hamısını ayrı-ayrı dəyişən verirəm. A-ya verirəm 1. Baxın, indi görün, nə rahat alınacaqsınız. İ-yə verirəm neçə? 2. H-a verirəm neçə? 2. Başqa nəsə verməliyəm? Bir də K-ya verirəm. Mənfi ilə başladığına görə K-ya mənfi 1 verirəm. Bax, burada müsbət mənfidə düşürəm aşağı, şərti yazıram uşaqlar. Şərt nə qədər ki doğrudur, dövrümüz davam edir. Hədə. Gəlin görək hədə nəyi hesablayır. Uşaqlar, bu arada S-ə qiymət vermədim. Baxın, belə olduqca deyirik. S-ə də buradan verirəm, 0 verir. S bərabərdir. Mənfi verilib deyən elə K vurulsun, yazıram, sonra bir şey olmasın. Daha doğrusu S üstə gəlinsin, K vurulsun. Sonrasını davam edirəm. Bax, burada yazılanı, burada yazılanı köçürürəm ora. X-in üstündə nəsə var. O nə isə A ilə götürmüşdük. Bölünsün nəyə? Bölünsün I, vurulsun nəyə? Aşağı. Tutardı getdi. Bitdi, bu qədər bəsit. Düşürəm aşağı, düşürəm aşağı. Bayaq dediyim kimi, i-nin qiymətini 1 vayt artırıram. H-ın qiymətini 2 vayt artırıram. A-nın qiymətini də 2 vayt artırıram. Alınırmı Rəna? Bəli. Bu arada K-nı da mənfi K-ya bərabər edək də. Səhv eləmədik haradasın. Çapa da eşi verdi. Oldu mu? Üçüncü günə